Salam, hər vaxtınız xeyir, dəyərli dostlar. Hər birinizi salamlayıram, hər birinizi xoş gördük, hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Dəyərli dostlar, bugün mən kartof soyuz eləyirəm. Burada kartofumu soymuşam, hazırdır. Burada isə yağ, soğanı, tomatla bir yerdə qovururam. Dəyərli dostlar, kartof soyu sual verərsiniz ki, kartof soğuzu nə olan şeydir? Kartof soğuzu da sadəcə əti yoxdur. Bu da çox dadlı yeməkdir. Necə soğuzu pişirəndə bu da elənsinə, üstünə pişəndə də keşini töküb süfrəyə verirsən. Çox gözəl və ləzzətli bir yeməkdir. Dəyərli dostlar, hər birinizdən bir yorum, bir abunə olmağa, takip etməyi gözləyirəm. Hər biriniz bir yorum, bir bəyənmə və abunə olsanız mənə xoş olar. Dəyərli dostlar, bu arada hər birinizə öz təşəkkürümü bildirirəm. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Sağ olun, var olun hər biriniz. Dəyərli dostlar, bax beləncinə suyunu da tökdüm dəyərli dostlar. İndi necə soyuz necə pişirsə, bax bu beləncinə pişəcək. Suyu azalanda duzunu töküb, davasını töküb, söndürüb altını, keşini şüydü də süfrəyə verəndə tökürəm. Sağ olun, sağlıqla qalın. Gələn videolara qədər hər birinizi öz təşəkkürümü bildirirəm. Yorum yazmağı, abunə olmağı, bəyənməyi unutmayın. Hər birinizdən bir yorum, abunə olmağı və bəyənməyi gözləyirəm. Sağ olun, gələn görüşlərə, gələn videolara qədər.